dövlət imtahanına hazırlaşırlar. Bunun üçün aylar gedir. Burada sizdə bunun müddəti qısalır? Qısalır. Yaddaş texnikalarından hər şeyi yadda saxlamaq olar. Hamı öyrənə bilərmi? Hamı öyrənə bilər. Valla mən də hüquqşünas deyiləm, amma cinayət məcəlləsinin yarıdan çoxunu bilirəm. Yaradan verib də burada hər şeyi. Nəyə ehtiyac var buna? Əzbərləməyin beyində heç bir mənası yoxdur. İnsan beyni məna yüklədiyi şeyi yadda saxlayır. Beyin hüceyrələrinin regenerasiya qabiliyyəti yoxdur. Öldüsə bitmişdir, yerinə yenisi gəlmir. Oxumağa başlayırıq, ağlımız gedir başqa bir şeyə, telefona, ona, buna və s. Sürətli oxunun ilkin məqsədi tez oxumaq deyil, diqqətin yayınmadan oxumaqdır. Sürətli oxumaq konsentrasiyanı pozmur, əksinə konsentrasiyanı artırır. Biz də beynimizi əhəmiyyətsiz şeylərə ayırdığımız zaman əhəmiyyətlilərə yer qalmır. Necə eləyəcəyini bilmədiyimiz şeylər bizə gəlir. Yolu bilmirik də Müşər bəy. Biz yolu bilmirik.